Salam əziz soydaşlarımız. Omni televiziyasının efirində növbəti proqramımıza başlayırıq. Xoş gördük sizləri. Omni televiziyasından LTV təqdim edir. Ötən verilişimizin ilk sujeti Albertada fəaliyyət göstərən rəqs qrupu haqqındaydı. Bugünkü verilişimizə də rəqslə başlayırıq. Torontoda yerləşən Azərbaycan evinin nəzdində yeni rəqs dərnəyi fəaliyyətə başlayıb. Onlarla birlikdə tanış olaq. Fəaliyyətə başladığı qısa dövr ərzində müxtəlif layihələrə imza atan Azərbaycan evinin növbəti uğurlu layihəsi Azərbaycan Rəqs Dərnəyinin fəaliyyətə başlamasıdır. Dərnəyin rəhbəri Azərbaycan Xoreografiya Məktəbinin yetirməsi, uzun illər Azərbaycan Opera Balet Teatrında solist kimi çalışmış Orxan İslamovdur. Çox sevindirici haldır ki, Kanadada Azərbaycan evində rəqs dərnəyi açılıb və məni dəvət ediblər bu rəqs dərnəyə rəhbər kimi. Bizim rəqs dərnəyimizdə iki qrup fəaliyyət göstərir, kiçik qrupu və orta qrupu. Hal-hazırda 20-yə yaxın tələbəmiz var. Gələcəkdə bunu biz böyütmək, tək Torontoda yox, bütün Kanadanın şəhərlərində fəaliyyət göstərməkdir. Azərbaycanın musiqisini, mədəniyyətini layiqincə təmsil etmək fikrimiz var. Mən bir millətəm, tarix yazan, zəfərim dillərə, dastan dursa qarşında, bütün cahan vermərəm öz torpağından. Mən bir millətəm, tarix yazan, şanlı qələməm çıxmaz yadda, bir ağızda deyək hər an, yaşasın Azərbaycan. Mən Azərbaycan rəqsini çox sevirəm. Gələcəkdə mən Orxan müəllim kimi rəqqas olmaq istəyirəm. Mən həmişə Bakıda Azərbaycan rəqslərinə baxırdım. İstəyirdim ki, mən də elə rəqs edəm. İndi burada Azərbaycan evində mən rəqs eləməyi öyrənirəm. Mən Sarı Gəlin rəqsini çox sevirəm və mən Sarı Gəlin rəqsini öyrənirəm. Hi, my name is Banu. In Canada, there's a variety of different dancing cultures from all around the world. I'm from Azerbaijan, and I'm glad to find someone that could teach me. My name is Maral, and whenever I talk about my Azerbaijan dance skills, my Canadian friends always wonder about it. Bu günlərimə burada olduğumun səbəbi qızım Maralı Azərbaycan rəqslərinin dərsində gətirmişəm. Demək olar ki, çoxdandır belə bir günləri gözləyirdik ki, uşaqlar bir yerə yığışıb, toplaşıb, bizim milli musiqimizi, milli ənənələrimizi, kültürümüzü bir yerdə bərabər məşq eləyib, paylaşsınlar və Azərbaycan kültürün, dilin bir yerdə öyrəşsinlər və danışsınlar. Çox sevinirəm bu iş ayaq tutub. Təşəkkür edirəm Orxan müəllimdən, Azərbaycan evində bütün əmək verən hər kəs ki, bu işdə zəhmət çəkib, öz minnətdarımı və təşəkkürümü bildirirəm. Ürək arzum budur ki, bütün ailələr bu işə dəstək versinlər və uşaqların bura gətirməklə bizim milli musiqimizi, milli rəqsimizi və bütün milli ənənələrimizi burada uşaqlara yaşatsınlar, öyrətsinlər və onların davamını gətirsinlər. Ümidvarıq ki, Azərbaycanlı kiçik rəqqaslarımız Kanadada Azərbaycan mədəniyyətini, rəqslərimizi uğurla təbliğ edəcəklər.